Gənclər niyə ateizmə yönəlir? Bu sualı verən çoxdur, amma səbəb tək deyil. Birincisi, dini doğru tanımadan böyüyən gənc sual verəndə cavab tapa bilmir. O, sualına qışqırıqla yox, məntiqlə cavab istəyir. Tapmayanda isə düşünür ki, deməli, həqiqət yoxdur. İkincisi, pis nümunələr. Dindar görünüb ədalətsiz olan, yalan danışan, kobud davranan insanlar gəncin zehnində dini yox, o adamları təmsil edir. O da deyir, əgər din budursa, mən bunu istəmirəm. Üçüncüsü, dünya sevgisi və nəfs. İnsan azad yaşamaq istəyir, qadağalar xoşuna gəlmir. Nəfsinə uyğun gəlməyən hər hökmə, bu niyə belədir, deyə etiraz edir. Dördüncüsü, sosial şəbəkələr və təsir. Şübhə yaradan cümlələr çox tez yayılır, amma cavablar dərindir, oxuyansı azdır. Şübhə isə cavabsız qalanda böyüyür. Bir də acı hadisələr. Zülm, haqsızlıq görəndə deyirlər, hardadır Allah? Amma problem Allahın yoxluğu deyil, insanların zülmüdür. Bəs çıxış yolu nədir? Birincisi, gəncin sualını susturmaq yox, cavablandırmaq lazımdır. Sual vermə demək imanı qorumaq deyil, onu zəiflətməkdir. Sual cavabını tapanda iman qəlbdə tam oturur. İkincisi, dini insanlardan yox, mənbədən tanımaq. İnsan səhv edə bilər, amma həqiqət səhv olmaz. Dini pis təmsil edənlərə baxıb həqiqəti ölçmək ən böyük səhvdir. Üçüncüsü, iman tək məlumat deyil, bir haldır. Namaz, dua, zikir, bunlar qəlbi diri saxlayır. Qəlb boş qalanda şübhə ora tez dolur. Quranda buyurulur, onlar iman gətirən və Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar. Dördüncüsü, mühit. Daim dini məsxərəyə qoyan, şübhə yayan mühitdə iman zəifləyir. İnsan eşitdiyi söz qədər təsirlənir. Beşincisi, zülm və pisliyi görəndə Allahı günahlandırmaq yox, insanın azad iradəsini anlamaq lazımdır. Allah zülmü sevmir, amma insanı məcbur da etmir. İman təsadüfən itməz, qidalanmasa zəifləyər, qorunsa möhkəmlənər.